Herkese salam. Bugün bu gördüğünüz göy paltonu kombinleyeceği yeni almışam. Söylemesi ayıptır. Yeni il pijamalarımla karşınızdayım. Deməli, birinci belə bir mavi cins giyinmək istəyirəm. Üstündə yırtıq detalları olan. Bu aralar 15-20 dənə şalvarımı şkafımdan çıxartmışam çünki heç bir rəyim olmur. Ağ köynək, bir dənə sadə ağ, basic bir köynək altdan kombinliydi. Çünki star parçamız paltodur. Uşaqlardan qararsız qaldım, soruşdum ki, şəkilli şükürlü ayaqqabımı giyinim yoxsa adidasımı giyinim? Təbii ki, şəkilli şükürlü seçdilər. Çünki onlara da eynən bundan almışam. Rabiədə də var, Məryəmdə də var. Sonra geyindim. Daha sonra gözlüyün görməyinirəm, özümün yadına çıxdı. Hələ burada ayaqqabı geyinməklə məşğulam. Arkadaşlar, cöbüşüm biraz çıxdığı üçün paltarlarımın çoxsu əynimə oldu.